Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda həftəlik proqnoz edəcəm. Baxacağıq sizi nə gözləyir. Deməli, 3 dənə variant olacaq. Siz variantlardan birini seçəcəksiniz. Xatırlatmaq istəyirəm ki, baxımlar ümumidir. Əgər şəxsi baxım istəsəniz, şəxsi olaraq müraciət edə bilərsiniz. Deməli, variantlardan birini seçirsiniz. Kanalımda bir də güclərə uyğun proqnoz da var, tarot baxımım var. Kanalımda qoyulub ən axırıncı videodur, keçid edib onu da baxa bilərsiniz. Burada isə ancaq seçimə dayanıqlı açılım edirəm bu videoda yəni. Gəlin baxaq. Deməli, birinci variant, ikinci variant, üçüncü variant. Deməli, seçiminizi edirsiniz. Əgərsə daha çox vaxt tələb olunursa, videonu dayandıra bilərsiniz. Seçiminizi etdikdən sonra baxıma davam edə bilərsiniz. Mən isə çox gözləmək istəmirəm. İstəyirəm başlayam açılıma. Gəlin baxaq. Deməli, həftə boyu burada sizdə işinizdə yaxşı hansısa danışıqlıqlar, hansısa xəbərlər ola bilər. Əgər işləyirsinizsə, işləmirsinizsə, hansısa iş tapmaq istəyirsinizsə, yəni belə bir şey varsa, oradan da yaxşı xəbərlər gələ bilər. Burada ümumiyyətcə işdən xəbərlərin, yaxşı xəbərlərin alınması da ola bilər və ümumiyyətcə işlə bağlı heç nə narahat etməyəcək bir şey ola bilər. Yəni hər şey stabildir, heç bir dəyişiklik yoxdursa belə bu ancaq gözəl bir stabillikdir. Yəni gözəl dəyişilməz bir stabillikdir. Yəni bəzi insanlarda bu ola bilər. Bəzilərində isə kim ki xəbər gözləyir ya da kommunikasiya işlə bağlı kommunikasiya aparır, danışıq aparır. Oradan yaxşı xəbərlər ya da xoş söhbətlər ola bilər. Haçan ki biz xoş söhbətlər alırıq, xoş kommunikasiya qururuq. Deməli, baxsaq sizin deməli həftə boyu ümumiyyətcə sizdə burada ən aktual mövzulardan biri elə kommunikasiya olacaq, danışıqlıqlar olacaq və bu sizin maraqlarınızın olduğu, yəni maraqlarınızın güdüldüyü bir kommunikasiyalar olacaq. Yəni ön planda kommunikasiya olacaq, danışıq olacaq, xəbərlərin alınması, verilməsi ola bilər. Ümumiyyətlə burada həftə boyu deməli ən vacib ünsürlərdən hansı ki sizin həyatınıza töhfə göstərəcək torpaq ünsürüdür, bir də od ünsürüdür. Torpaq ünsürü deməli qız, oğlaq, boğa ola bilər. Od ünsüründən isə şir, oxatan, qoç ola bilər. Belə bürclərin sizin deməli həyatınıza başlıca təsiri olacaq bu insanların, bu ünsürlərin. Həmçinin də bu siz özünüz də belə ünsürdən ola bilərsiniz. Yəni sizin onda addımlarınızdan və fikirlərinizdən çox şey asılı olacaq və siz ön planda olacaqsınız. Yəni burada önümə açılımda deyəni hər iki cəhətini də deyirəm. Deməli, şəxsi həyatınızda burada sizin biraz duyğusal olaraq çöküntünüz ola bilər. Çöküntü nə baxımdan sizi qane etməyən şeylər olacaq və bu sizi duyğusal bir çöküntüyə salacaq. Həmçinin də burada əgər təksinizsə dəyişilməz bir situasiya qalır, yəni təklik qalır. Həmçinin də qabağınıza çıxan insanların sizə o qədər də uyğun olmadığı və ya o insanların sizi hansısa cəhətdən qane etmədiyini anlayacaqsınız. Həmçinin də burada deməli ani narahatçılıqlar ola bilər. Ani sizin gözləmədiyiniz bir şəkildə insandan duyğusal bir problem ala bilərsiniz. Haçan ki o insan sizi biraz duyğusal olaraq sizə narahatçılıq verir, yəni qarşı tərəf. Deməli, bundan diqqətli olursunuz. Maddiyyatınızda burada biraz sizin görmədiyiniz şanslar və imkanlar var. Yəni, hətta
yaxşı bir şey alındıqda belə siz hələ bil ki, bu imkanlara ya da şanslara arxanızı çevirirsiniz. Yəni görmürsünüz və görmək istəmirsiniz və siz yəni öz belə depressiyanız, sizin öz belə olur məmnuniyyətsizliyiniz maddiyatınıza daha da çox təsir göstərəcək. Yəni nəsə alınmırsa belə burada sizə tövsiyə olunur ki, məmnuniyyətsiz qalma. Yenə də şükür elə, yenə də minnətdar ol ki, qabağına çıxan şansları görəsən və itirməyəsən bu depressiyada və məmnunsuzluqda. Deməli, birinci variantda bu qədər. Gəlin keçid edək ikinci varianta. Deməli, burada həftə boyu hava ünsüründən olan insanlara diqqət yetirirsiniz. Hava ünsüründən olan insanların deməli əkizlər, doğuça, tərəzi ola bilər. Bir də ki, su ünsüründən deməli balıq, xərçəng, əqrəb ola bilər. Ya siz özünüz belə bürcdən ola bilərsiniz, ya da ki, qarşı tərəf. Deməli, burada həftə boyu çox da böyük hadisələrin olmayacağı bir həftədir. Yəni, belə qlobal bir hadisələrin olmayacağı bir həftədir. Yəni, stabil, belə dəyişilməz bəzi proseslər olacaq, hansı ki, rutin gələcək. Yəni, rutin nəsə baş verir, heç nə dəyişilmir, ya da gözləntiləriniz var idisə, nəsə dəyişsin, ya da hansısa dəyişiklik istəyirdinizsə, burada belə bir çox böyük bir dəyişiklik olmayacaq. Amma belə nəzər salsaq sferalarınıza, buradan şəxsi həyatınızda gözəl, sizi tətmin edici duyğusallıq ola bilər və həmçinin də qabağınıza çıxan insanlar sizi yəni ilişki qurmaq üçün çox müsait və çox belə necə deyərlər, ikinci yarınızmış kimi bir hissiyat verə bilər sizə. Yəni gözəl, yaxşı duyğusallıq ala bilərsiniz ilişkidə. Həmçinin də burada iş və ya təhsildə burada gözəl bir stabillikdir, gözəl görüşlərin, gözəl, yaxşı hansısa həm görüşlər ola bilər, həm də ki, gözəl bir xəyallar qurula bilər. Yəni, iş və ya təhsillə bağlı həftə boyu xəyalların qurulası bir yaxşı bir zaman olacaq sizin üçün. Yəni, xəyallar qurmaq, gələcəyə dair planlar qurmaq və gələcəyə dair planlarla bağlı, yəni sizin xəyallarınızla bağlı addımlar atmaq aktual olacaq. Həmçinin də burada dəyişilməz gözəl bir stabillik var iş və ya təhsildə. Yəni dəyişilmir, heç bir qlobal hadisə də baş vermirsə, bu gözəl bir dəyişiklikdir. Haçan ki, gözəl bir stabillikdir, yəni heç bir dəyişikliyin olmaması. Üzr istəyirəm, səhv elədim söz seçimində. Deməli, burada sizin deməli maddiyatınızda biraz qəlb qırıqlığı ola bilər. Yəni bu çox da böyük bir itki deyil də, amma bu sizin istəmədiyiniz qədər ya gəlişi ola bilər, ya da ki, xərcləmələrin biraz misal üçün siz istəyirsiniz daha çox, amma az gəlir. Ya da siz misal üçün hansısa pulun gözləyirsiniz ki, hansısa pul gələcək, o gəlmir. Ya da ki, elə xərcləmə olur ki, sizin gözləmədiyiniz dərəcədə daha çox olur. Yəni, burada belə bir xəyalların qırılması kimi, yəni sizin ümid etdiyinizin əksinə olması kimi bir şey ola bilər. Amma burada çox böyük bir maddi itki yoxdur. Sadəcə xərcləmələrin ya da sizin gəlirlərinizin umduğunuz qədər olmamasıdır bu. Həmçində başqa insanlara və ya başqa insanların ucbatından olan hansısa maddi xərcləmələr ola bilər, ya da ki, maddi hansısa imkanların buraxılması ola bilər. Yəni belə bir şey mümkündür. Həmçinin də hər hansı bir ani xəstəliklərə ya da ki, depressiya olsun, misal üçün sonra olur bizə belə çöküntü gəlir, haçan ki, heç nə istəmirik etməyə. Yəni, belə şeylərdən qaçınmalısınız, çünki burada biraz belə bir situasiya ola bilər ki, heç nə etmək istəmirəm, sadəcə uzanım, ya da keyf eləyim, ya da dincəlim, heç nə etməyim. Burada həmçində xəstəlik ucbatından belə bir proses yaşana bilər. Ona görə belə şeylərdən qaçının. Gəlin keçid edək üçüncü varianta.
sizin deməli həftə boyu su ünsüründən olan insanlara, bir də ki, doğuça bürclərinə diqqət yetirməlisiniz. Su ünsüründən olan insanlar deməli balıq, xərçəng, əqrəb ola bilər, doğuça ola bilər, hava ünsürüdür bu əlavətən. Deməli, həftə boyu burada sizdə həm sosiallaşma ola bilər, yəni bir neçə insanın ətrafına, yəni çevrəsinə girə bilərsiniz də, yəni bir neçə ortamlara girə bilərsiniz. Həmçində bir neçə insanın sizin həyatınıza qarışması ola bilər və həmçinin də bu insanların sizə qayğı göstərərək ya da deməli, şəxsi həyatınıza nəzər salsaq, burada dəyişilməyən şeylər olacaq. Yəni, ilişkidəsinizsə stabil ilişkidə qala bilərsiniz. Əgər təksinizsə stabil burada təklik ola bilər və həmçinin də burada biraz içinizə qapanıqlıq ola bilər. Yəni, ilişkidə olanlar belə biraz duyğusal içə qapanıqlıq yaşaya bilər. Bir də ki, qarşı tərəfdən bunu görə bilərsiniz. Bir də ki, bu bəzi faiz insanlarda olacaq, hamısında deyil. Siz biraz ya özünüzdə, ya da qarşı tərəfdə necə deyərlər, qısqancılıq görə bilərsiniz və nəyisə paylaşmama istəyi, yəni bu həm maddiyyat ola bilər, həm duyğusallıq ola bilər, ya da ki, insanın özü ola bilər, yəni qısqancılıq yolu ilə ola bilər. Yəni belə şeylərə diqqət yetirirsiniz. Deməli, təhsilinizdə və ya işinizdə burada nəyisə qeyd etmə durumu ola bilər, yəni nəyisə sevinirsiniz və qeyd edirsiniz. Bu hansısa qeyd ediləsi bir hadisə ola bilər, ya da ki, sizə sevinç yaşadan, yəni həm real qeyd ediləsi şey ola bilər, həm də ki, bir qrup insanın birlikdə sevinç yaşadığı, amma bu işinizlə və ya təhsilinizlə əlaqədar bir şeydir. Yəni, bu sevinç təkcə sizi deyil də, bu bir neçə insanı birləşdirən bir sevinç ola bilər. Yəni, təkcə siz yaşamayacaqsınız iş və ya təhsildə. Deməli, maddiyyatınıza nəzər salsaq, maddiyyatınızda buradan deməli, təzə başlanğıclar ola bilər. Yəni, deyək ki, təzə başlanğıclardan gələn bir pul ola bilər. Həmçinin də əyləncədən gələn və ya əyləncəyə xərclənən pullar ola bilər. Misal üçün, əyləncə sferasında işləyə bilərsiniz ya da əyləncə sferasından maddiyyat əldə edə bilərsiniz. Və həmçinin də bu, misal üçün, uşaqlarınız varsa, bu aliment ola bilər. Aliment yolu ilə əldə edə bilərsiniz pul, yəni maddiyyatınızda bu ola bilər. Həmçinin də ani hansısa xərcləmələrdən qaçınmalısınız. Yəni ani istədim, gedim alım. Yəni ani istədim, sifariş etdim. Yəni bu, yəni planlaşdırılmamış xərcləmədə ola bilər. Yəni planlaşdırılmayan bir xərcləmədir və planlaşdırılmayan bir gəlir də ola bilər. Haçan ki biz planlaşdırmırıq, amma bəxtimiz gətirir və pul gəlir. Yəni bu fərqli insanlarda fərqli cür olacaq, çünki bu ümumi açılımdır. Deməli, videomuz bu qədərdir. Əgər hansısa mövzular istəsəniz, şərh bölməsinə yaza bilərsiniz. Xatırlatmaq istəyirəm ki, təkrarən baxım ümumidir. Şəxsi baxım üçün Instagram üzərindən yazırsınız. Instagram səhifəmin adı göstərilib və linki videomun altında olacaq. Tıklayıb əlaqə saxlaya bilərsiniz.